Səni Allahdan ayıran, məşğul edən hər şeyi tərk eləməkdir. O şey ki, səni Allahdan ayırır. Min qeyri təəssüfin alə fəvtiha. Özə tərk eləyəsən, sonra təəssüf eləməyəsən. Gözün qalmıyor. Gözün qalmıyor. İnsan bütün bunları başa düşəndə rahat imtina eləyir. Gəmniz imtinayı əldə eləyir, verir rahat, gəlməyəndə də narahat olmur. Həm ruhunda bir alicənablıq olur, həm də ruzu ayağına tərəf gəlir. Və əldən verəndə də heç nəyə təəssüflənmir. Bunun da ən gözəl nümunəsi İmam Hüseyin əleyhissalam. İmam Hüseyin əleyhissalam hər mövzuda elə bir göz imzasını qoyub da, hər şeydə. Hər şeyini verir borcluluq hissi ilə. Çünki əvvəldən bilirdi ki, nə Əli Əkbər onundur, nə Əli Əsqər onundur, nə heç kəs onun deyil. Hamısı Allahın əmanətidir. Və Allah üçün onlardan keçir və heç zərrə qədər narahatçılıq hissi keçirtmir. Bəli, ata kimi sinəsi dağlanır, amma təəssüf eləmir. Deyir, rizəm bir qəzaik. Mən razıyam, hər nə səndən gəlsə razıyam. Zöhd barədə bu qədər danışdıq. Gələn həftə qismət olsa bu məktubun bir hissəsi var, ona da inşallah toxunarıq. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar. İnne şana'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Olunan xütbənin qəlblərimizdə təsirli olmasına, günahlarımızın bağışlanmasına, dualarımızın, ibadətlərimizin, etdiyimiz itayətlərin